Salam uşaqlar. Bugün biz natural ədədlər bölməsinin 4-cü mövzusunun, əkab əbab olan mövzusunun izahına baxacağıq. Gəlin başlayaq birinci sualdan. A və B natural ədədləri birdən böyük qarşılıqlı sadə ədədlərdir. Yadımıza salaq uşaqlar, qarşılıqlı sadə ədədlər nə demək idi? Ortaq böləni yalnız 1 olan ədədlərə qarşılıqlı sadə ədədlər deyilir. Deməli, bizdən deyir ki, əkab AB bölünsün əbob AB-ni tapın. Bilirik ki, əgər ədədlər qarşılıqlı sadə ədədlərdirsə, əkab onların nəyi olur? Hasili. Əbobu isə nəyə bərabər olur? 1-ə. Yazdıq A vur B bölünsün 1. Bu da olacaq A vur B. Daha aydın olsun deyə qarşılıqlı sadə ədədləri sizə nümunə gətirmək istəyərəm. Məsəl üçün, uşaqlar 4 və 25. O demək deyil ki, onun içərisindəki ədədlər sadə ədədlər olsun. Qarşılıqlı sadə o deməkdir ki, hər ikisinin ortaq böləni 1 olsun. Məsəl üçün, 4-ün bölənləri hansıdır? 1, 2, 4 natural bölənləri. 25-in natural bölənləri hansıdır? 1, 5, 25. Görürsünüz uşaqlar, hər ikisinin ortaq böləni 1 oldu. Ona görə də 4, 25 cütünə biz nə deyirik? Qarşılıqlı sadə ədədlər deyirik. 4 və 25-in uşaqlar əkab seçsək biz, əkabu nəyə bərabər olacaq? Təbii ki, 100-ə. 4 vur 25-dir də. Çünki ortaq böləni 1 olanlarda əkabı tapmaq üçün onları bir-birinə vurmalıyıq. Yəni 4-ə və 25-ə bölünən ilk ədəd 100-dür. Əbob isə ortaq bölənləri olduğuna görə əbob bilirsiniz ki, hər ikisinin ortaq bölənlərinin hasilidir. Bir dənə 1 var, yəni ona görə də əbobları 1 olur. Yəni qarşılıqlı sadə ədədlər budur. Əgər qarşılıqlı sadə ədəd deyilsə, əkab onların hasili, əbob isə 1-ə bərabər olacaq. İkinci sualda da burada deyir ki, artıq biri o birinin bölənidir. Bura diqqətli baxaq. Deyir ki, A ədədi B ədədinin natural bölənidir. Deməli, burada A böləndir. Yəni, misal bu şəkildədir. B böl A. Baxın, A ədədi B-nin bölənidir, düzdür. B isə A-nın bölünənidir. Bilirsiniz ki, birinci dayanan bölünəndir, ikinci dayanan isə nədir? Böləndir. Bu belə tip sualda, yəni bir ədəd digər ədədə bölünürsə tam, bilirsiniz ki, böyük ədəd əkab, kiçik ədəd isə nə sayılır? Əbob sayılır. Doğrudur? Onda deməli, əkab AB, misalımızı yazıram, əkab AB çıxılsın əbob AB. Əkab nəyi seçməliyik? Böyüyü, yəni B-ni, bölünəni seçməliyəm də. Çıxılsın əbob isə nə deyir uşaqlar? Kiçiyi olacaq, yəni 4. Burada misalda 4, bizdə isə kiçik nədir? A-dır. Oldu, B çıxılsın A, yəni cavabımız oldu burada D variantı. Keçirəm 3-cü suala. Bunlar qaydalardır. Yəni əkab əbobda olan qaydalardır. 3-cü, 24-dən böyük olmayan 2 rəqəmli ədədlər içərisində 24 ilə qarşılıqlı sadə olan neçə natural ədəd var? Biz bunları sayaraq tapa bilərik, amma təbii ki, böyük ədəd olsa qayda nə yazmaq lazımdır? İndi isə sayla yazacağam. 24-dən kiçik, 24 ilə qarşılıqlı sadə olanları, yəni hansı ədədləri seçməliyəm ki, 2 rəqəmli olmalıdır uşaqlar? Həm də ondan qarşılıqlı sadə ortaq böləni 1 olmalıdır. Başlayıram ilk 2 rəqəmli ədədimlə 10. Təbii ki, onu seçə bilmərəm. Çünki 10 ilə 24-ün birdən başqa böləni var, 2-dir. Düzdürmü? O 2-yə də bölünür. 11 seçəcəm. Birincini tapdıq 11. Sonra 12 xeyir seçə bilmirəm. 24, 12 isə üç ədəddir, 2-yə bölünür. 13 seçəcəm, bəli. Sonra 14 seçə bilmirəm. Ümumiyyətlə üç ədədlərə baxmayaq. 15-i seçə bilmirəm, çünki 3-ə bölünür hər ikisi. 16 getdi. 17-ni seçəcəm. 18 yox, 19-u seçəcəm. 20 yox, 21-i də seçə bilmirəm, çünki hətta ikisi də 3-ə bölünür. 22-ni seçə bilmirəm, bir də 23. Bilirsiniz ki, ardıcıl ədədlər qarşılıqlı sadə ədədlər olur. Neçədən oldu uşaqlar? 5 dənə. Ona görə cavabımız oldu C bəndi. Amma belə qarşılıqlı sadə ədədlərin tapılma düsturu var. Yadınızdadırsa 24-ü vururduq, 1 çıxılsın, o sadə bölənləri ayırırdıq. 2, 12, 2, 6, 2, 3, 3. Sadə bölənləri tapırdıq. Sadə bölənlər bilirsiniz müxtəliflərdir. Həmin ədədi vurursunuz, 1 çıxılsın sadə bölənlərin tərsi. Yəni bu şəkildə eləyib tapmalıyıq, amma oradan da 2 rəqəmli dediyinə görə 1 rəqəmləri çıxmalıydıq, yəni uzun gedəcəkdi. Yəni burada bizim əslində misalımızın həlli bitməyəcəyi idi.
davam edəcəkdi. 8 dənə, ümumiyyətlə 24-dən kiçik 8 dənə onunla qarşılıqlı sadə olmayan var. Amma bunun içində tək rəqəmləri çıxmalıyam. Hansı ki 1 istənilən ədədlə qarşılıqlı sadədir. Sonra 5, bir də 7. Bunların sayını çıxsam 2 rəqəmlər olacaq idi 5 dənə. Amma birinci yazdığım daha rahatdır deyə ondan yazdım. Dördüncü suala baxırıq. 4 və 5 eynidir. Dördüncü sualımızda bizə deyir ki, 12-yə, 15-ə, 20-yə böldükdə qalıqda 3 alınan ən kiçik çox rəqəminin natural ədədin rəqəmləri cəmini tapın. Aha, uşaqlar, burada bilirik ki, 12-yə, 15-ə, 20-yə bölmək, yəni əkop deməkdir. Hər üçünə əvvəlcə bölünən ədədi tapmalıyam. 12, 15, 20. Bilirsiniz ki, 3 rəqəm ədədlərdə biz əkobu tapmaq üçün əvvəlcə ikisinin əkobunu tapmalıyıq. İstənilən ikisini seçib əkobunu tapa bilərik. Sonra isə digər ikisini aldığımız cavabdan o birini tapacağam. Hansını istəsəz seçə bilərik. 12 ilə 20-ni mən seçmək istəyirəm. 12 ilə 20-nin əkobu, bilirsiniz ki, əkobu tapmaq üçün sadə vuruqlara ayırırıq. 12, 2, 6, 2, 3, 3, 1, 20, 2, 10, 2, 5, 5, 1. Ortaq vuruqlarımızı işarə eləyirik. Bilirdik ki, əkobu tapmaq üçün, yəni əkob 12, 20-ni tapmaq üçün böyük ədədi seçdim. Kiçiyin ortaq olmayan, baxın kiçiyin ortaq olmayanı 3'dür. Ona vururam. Elədi 60. Mən uşaqlar 12 ilə 20-nin əkobu oldu 60. Onların ikisinin yerinə yazacağım 60. Bizdə də qaldı 15. Baxıram ki 60 15-ə tam bölünür. Tam bölündüyünə görə təbii ki cavab 60 olacaq. Çünki demişdik ki bir ədəd digər ədədə tam bölünürsə böyük ədəd əkob, kiçik ədəd əbobdur. Burada oldu cavab 60. Amma bizdə demirdi. Ardı var idi bu misalın. Deyirdi ki böldükdə qalıqda da 3 alınsın. Yəni 60-ın üzərinə də nəyə gəlməliyəm? 3'ü gəlməliyəm ki 63-ü 12-yə böləndə 5, qalıq 3. 63-ü 15-ə böləndə 4, qalıq 3. 63-ü 20-yə böləndə 3, qalıq 3. Yəni bu şərtin hamısı ödənsin. Biz tapdıq həmin ədədimiz 63-dür. Yəni əslində bu çox ədəd var. Sadəcə ən kiçik bilinə görə ekobdan yazdıq. Rəqəmləri cəmi isə nə olduğunun 6 üstə gəlir 3, 9. Yəni cavab variantımız oldu A. 5-ci sual eynidir. Bu şəkildə həll edirik. Baxırıq 6-cı və 7-ci sualdan birinə. Baxıram 6-ya. Deməli bizə verib əkob 120, 144 bölünsün əbob 120, 144. Burada bir qaydanı yadımıza salaq. Bilirik ki, əslində eyni ədədlərin əkobunun əbobuna nisbəti ortaq olmayan vuruqların hasilini verir. Yəni C. Deməli, mən burada hər iki ədədi vuruqlara ayırıb ortaq olmayanların hasilini tapsam, misalın cavabını tapmış olacağım. Buna görə də 120-ni ayırıram sadə vuruqlara. 2, 60 2-yə bölündü 30, 30-u 2-yə böldüm 15, 3'ə böldüm 5, 5, 1. Gedirəm 144'ü ayırıram sadə vuruqlara. 2, 72, 2, 36, 2, 18, 2, 9, 3, 3, 3, 1. İndi ortaq olanları seçəcəm. Ortaq olanları dairələyək. Aha, yerdə qaldı görürsüz uşaqlar, ortaq olmayanlar. Burada 5'dir, burada da 2 ilə 3'dür. Onları da bir-birinə vuracağım. 5 vur, 2 vur, 3. Hansı ki onların altına xətt çəkirəm. Baxın 5, 2, 3. Bunları bir-birinə neyləyirik? Vururuq. Da bərabər oldu. 5, 2, 10. Onu da 3'ə vurduq. Elədi 30. Cavabımız oldu 30 A bəndi. Yəni bilin ki, eyni ədədlərdən söhbət gedir. Görürsünüz 120, 144, 120, 144. Eyni ədədlərin əkobunun əbobuna hasili C-yə bərabərdir. Yəni ortaq olmayan vuruqların hasili deməkdir. Baxırıq 7 eyni idi 8-ci suala. 8-ci sualımızda deyir ki, A natural ədədinin 3 sadə vuruğu var. Məsəl üçün bunu uşaqlar 2 üstü 3 götürə bilərsiniz. 3 dənə sadə vuruğu var da. Yəni bu nə deməkdir? 2 vur 2 vur 2. Sadə vuruqlar
Eyni olanlarda belə seçirdik. 3 dənədir. Sadə bölən isə 1 deməkdir. Müxtəlif seçmək deməkdir. B natural isə 8 sadə vurulur. Bunu da yaza bilərəm 3 üstü 8 olsun. Bizə deyir ki, A vur B ədədinin neçə sadə vuruğu var? A oldu 2 üstü 3, B oldu 3 üstü 8. Uşaqlar, burada neçə sadə vuruq var? Təbii ki, 11 dənə. Sadə vuruq o deməkdir ki, hamısını seçirsən. Burada 3 dənə 2 var. Burada da 8 dənə 3 var. Yəni 11 dənə sadə vuruğum var. Ona görə cavabım oldu Y variantı. Belə olanda yerinə də qoyub baxın ən yaxşısı. Yoxsa çaşıb burada başqa əməllər, uşaqlar bəzən 3-ü 8-ə vurur, yazır. Aha, getdik 9 da eynidir. 10-cu sualımızın izahına. 10-cu sualda deyir ki, biri o birinin 4də 3-ünü təşkil edən 2 natural ədəddən. Biri o birinin 4də 3-üdürsə, deməli biri 3x-dir, digəri 4x-dir. Bu formada götürə bilərsiniz. X 4də 3x də götürə bilərdik. Amma belə də götürmək olar. Birini sürət, digərini məxrəc. Bu ədədlərin əbobu 27-dir. Yazacağım əbob 3x, 4x bərabərdir 27. Bu ədədlərin cəmini tapın. Bilirik ki, əbobu, əkobu tapanda əgər içəridə dəyişən ortaq vuruq varsa, kənara çıxarda bilərik. X-i çıxartdıq kənara, yerdə qaldı əbob 3, 4 bərabərdir 27. Görürsünüz ki, 3 və 4 ardıcıl ədədlərdir. Yəni, qarşılıqlı sadə ədədlər olduğuna görə əbob 1-ə bərabərdir. Yəni, onların bölündüyü ortaq ədəd yalnız 1-dir. X vur 1 bərabərdir 27-yə. Yəni, X-i tapdıq 27. Uşaqlar, indi ədədlərimizi tapacağım. Birinci ədədim 3x idi. Olacaq 3 vur 27, 81. O biri də 4x idi. 4 vurulsun 27, o da elədi 108. Həmin ədədlərin bizdən cəmini istəyir. Cəmlərini də hesablasaq, cavabımız olacaq 189. Yəni, C variantı. 11-ci sualımız da fərqlidir. Ona görə baxaq. Deməli, deyir ki, n böl 6, n böl 8, n böl 9 ifadələrin natural ədəd olarsa. Yəni, demək istəyir ki, n böl 6-nın cavabı natural olmalıdır. Bu nə zaman baş verə bilər? N 6-ya bölünən ədəd olanda. Sonra yenə görürsünüz, n böl 8 naturaldır. Deməli, n 8-ə bölünməlidir, n 9-a bölünməlidir. Yəni, n həm 6-ya bölünən ədəd olmalıdır, həm 8-ə, həm 9-a. Hər üçü ödənməlidir. Ona görə biz burada həm 6-ya, həm 9-a, həm 8-ə bölünən ədəd təbii ki, əkob deməkdir. Onların neynəyəcəyik? Əkobunu tapacaq. Yəni, ikisinin əkobunu tapa bilərik istəyirsiniz. 8 və 9-un əkobu, ardıcıl ədədlərin əkobu hasilidir. 72-dir uşaqlar. Burada yazacağım onda əkob 6, 72. 72 də 6-ya tam bölündüyünə görə bilirsiniz ki, bir ədəd biraz öncə dedik, digərinə tam bölünürsə, böyüyü nədir? Əkobdur. Bu qaydaları bilməliyik ki, bax, bizə çox kömək olur. Mən görürsünüz, burada vuruqları ayırıb tapmadım. Ehtiyac yoxdur çünki. Oldu 72. Bizdən də bunun rəqəmləri cəmini istəyir. Təbii ki, görürsünüz, ən kiçik qiymətinin deyir. Çünki bu şərti ödəyən çox tapa bilərəm. Məsələn, 144 də ödəyir bu şərti, 216 da ödəyir 72-nin misillərdə, amma ən kiçik dediyinə görə biz əkob tapdıq. 7 üstə gəl 2 elədi 9. Ona görə cavabımız oldu Y variantı. 12-ci sualımız da eynidir uşaqlar, bu şəkildə həll edirsiniz. Baxırıq 13-cü sualımıza, məsələdir. Bir məntəqədən müxtəlif marşrutla eyni zamanda 2 avtobus yola düşür. Birinci avtobus bu məntəqəyə hər 40 dəqiqədən bir çatır, ikinci isə 30 dəqiqədən bir çatır. Baxın, elə bir ki, yola çıxmışıq, buradan getdik. 40 dəqiqədən bir mən çatıram, digəri isə bunu belə göstərməyək bizdən yaxşısı. Biri 40 dəqiqədən bir gedir, ikincisi isə 30 dəqiqədən bir, düz oxumadım. Birinci avtobus bu məntəqəyə hər 40 dəqiqədən bir, ikinci isə 30 dəqiqədən bir qayıdır. Deməli, 30 dəqiqə olan sürəti daha çoxdur. Hansı ən qısa müddətdə onlar hər ikisi çıxdıqları məntəqədə olarlar. Elə bil ki, bu 40 dəqiqə getdi, sonra
Gəldi 80-ci dəqiqədə eyni 40 dəqiqədən bir gəlir axı. Sonra gəldi 120-ci dəqiqədə, düzdürmü? 30 dəqiqədən bir gələn isə 30 dəqiqə, ikinci 30 dəqiqəsi artıq 60 dəqiqə eləyir. Üçüncü 30 dəqiqəsi 90 dəqiqə eləyir. Dördüncü 30 dəqiqəsi eləyir 120 dəqiqə. Baxın, bizdən də sual verir ki, hansı zamanda, hansı ən qısa müddətdə onların ikisi də çıxdıqları məntəqədə olacaqlar. Yəni görürsün 120 dəqiqədir. Təbii ki, bunu belə tapmayacaqsınız. Mən izah eləmək üçün yazdım. 40-la 30-un yenə də nəyini tapırıq? Əkobunu. O da edir 120. Deməli, birinci avtobusumuz əslində 3 dəfə gəlmiş olacaq. Digər isə 4 dəfə. Bizdən onu soruşmur. Deyir, hansı ən qısa müddətdə onların ikisi də məntəqədə olacaqlar. 120-ci dəqiqədə onlar ikisi də məntəqədə olacaqlar. 14-cü sualımız da eynidir. Yazmaraq keçirik. Siz yazasınız. 15-ci suala baxaq. A və B natural ədədlər qeyd eləyək. A və B natural ədədlərdir. C isə ortaq olmayan sadə vurğuların hasilidir. Bunu bilirik. A vur B böl C bərabərdir 256. Uşaqlar, bu düsturda əslində bilirsiniz ki, əkobun düsturu var. Əkub AB kök altında A vur B böl C deməkdir. Mən də A vur B böl C-ni verib də mənə yerinə qoyacam. Əkub AB C-ni ortaq olmayan vurğuların hasili ona görə qeyd edilib. Buradakı bəli C, həmin C-də ortaq olmayan vurğuların hasili. Yerinə qoydum 256. Buradan da aldım uşaqlar 16. Deməli, mənim əkobum nəyə bərabər imiş? Üzr istəyirəm, səhv yazdım. Əbobdur bu, əbob. Əbob. Hə, əbobumuz nəyə bərabərdir? 16-ya. Əkob isə belə idi. Kök altında A vur, B vur, C. Bu əkobdur. Bu isə əbobdur. Təbii ki, əbob kiçik olmalıdır məntiqlə. Yəni, A vur, B böl, C daha kiçikdir. Əkob isə daha böyük olmalıdır. A vur, B vur, C. Bizdən də əbob istəyirdi. Əbob A, B böl C idi. Yerinə qoyub tapdıq. Cavab oldu 16. Baxaq cavablara. Bəli, C variantı. Keçək növbəti sualımıza. Yəni 16-cı sualımıza. 16-cı sualda bizə deyir ki, bir dəqiqə. A və B ədədlərinin hasili yazacaq. A vur B bərabərdir 72.000. Ortaq olmayan sadə vuruqların hasili, C idi. 20-dirsə əkob AB-ni tapın. Biraz əvvəl yazdığım düsturu yazacağım burada. Nə idi uşaqlar? A vur B vur C. Qoyuruq yerinə 72.000-i vururuq 20-yə. 72-ni 2-yə vuraram 144. Burada da neçə sıfır var? 1, 2, 3, 4. Burada yazaram nə? 4 dənə sıfır. 144-dən kök altından çıxar 12. 10.000-dən də 4 sıfırdan da təbii ki 2 sıfır çıxacaq da çölə. Oldu bu da 1200. Deməli cavabımız oldu 1200. 16-da A variantı. Sonra keçək növbəti sualımıza. 17 eynidir görürəm. 18 yazacağım. O da məsələdir. 18, 19 eynidir. 18-i yazıq. Oğlan və qız 630 metr. 630 metr. 630 metr məsafəni addımla ölçdülər. Oğlanın addımı 45 santimetrdir. Deməli, bizim oğlanın addımı nə qədərdir? 45 santimetrdir. Qızın addımı isə 35 santimetrdir. Bu da qızın addımı. Yaxşı. Deyir, hərəkətə başladıqdan sonra onların ayaq izləri neçə dəfə üst-üstə düşər? Yenə təbii ki, bu əkop məsələsidir. Bayaq 120-də olduğu kimi. Yəni, mən hansı yerə çatanda bizim addımlarımız, yəni eyni məsafədə olacaqlar. 45-45 gedir, o da 35-35 gedir də. Deməli, bunların ilk öncə nəyini tapmalıyam? Əkobunu. 45 ilə 35-in əkobunu tapıram. Ortaq vuruqlara ayırıb tapa bilərik və yaxud da ortaq vuruq tapmaq olar uşaqlar. 45 ilə 35 hər ikisi nəyə bölünür? 5-ə. 5-i çıxartdım buradan.
45-i 5-ə böldüm 9, 35-i 5-ə böldüm neçə elədi? 7. 9 və 7 ardıcıl tək ədədlər olduğuna görə əküb onların hasilidir bilirsiniz yəqin ki. 9 vur 7, 63. 63-ü də vuracam 5 eləyəcək 315 və yaxud da normal əkübü bildiyimiz qayda ilə də tapa bilərsiniz. Yəni bu üsulda yadınızdan çıxmasın. Oldu 315. Deməli 315 santimetrdə həm oğlanın addımı, həm də qızın addımı üst-üstə düşəcək. Hər 315 santimetrdən bir bu proses təkrarlanacaq. Bizim də məsafəmiz 630 metrdir. Gəlin ilk öncə bunu santimetrə çevirək. Bilirik ki 1 metr 100 santimetrdir. Ona görə bunu 100-ə vururuq, olur 63.000 santimetr. Görək uşaqlar 63.000 santimetrin içində neçə dənə 315 santimetr var? Yəni neçə dəfə addımlar üst-üstə düşəcək? 630-u bölürsünüz 315-ə 2, arxasında da 2 dənə 0 yazdıq. Oldu 200 dəfə. Yəni elə bilin ki 315-də bunların addımları eyni oldu. Təzədən 630-da addımları eyni olacaq. Təzədən üzərinə bir də 315 gəlirsiniz. 945-də eyni olacaq. Belə. Yəni 63.000 santimetr məsafədə. Bunu da tapmaq üçün ümumi məsafəni ilk onların üst-üstə düşən məsafəsinə bölmək lazımdır. Deməli cavabımız oldu 200, yəni Y variantı. İnşallah ki aydın olmuşdur sizə. Keçək növbəti sualımıza. 19 eynidir uşaqlar. 20-yə baxacağım. 20. 20-də bizə sistem tənlik kimi verib əkop AB çıxılsın əbob AB bərabərdir 45-ə. Əkop AB üstə gəlsin əbob AB bərabərdir 55-ə. Təbii ki, əldə eləmək üçün alt-alta toplayıram. Mənfi əbob AB, müsbət əbob AB getdi. 2 dənə oldu əkub AB. Eyni şeyi x-dan x toplayanda 2x eləmir. Bu da eyni məntiq. 45-in üstünə də 55 gəlirik, eləyir 100. Əkub AB 100-ü bölürük 2-yə. Neçə aldıq uşaqlar? 50. Aldıq ki 50. Yəni bizim əkubumuz nədir? 50-dir. İndi yerinə qoysam 50-dən nə çıxsaq 45 eləyər. Təbii ki 5. Deməli əbob AB-miz isə nəyə bərabərdir? 5-ə. Qayıdıram suala baxıram ki, A vur B-ni istəyir. Mən A vur B-ni tapmaq üçün əkop AB-nin əbob AB-yə vuracam. Çünki bizim belə bir bildiyimiz düstur var ki, əkop AB vur əbob AB bərabərdir A vur B. İndi yerinə qoyuram. Əkop AB-nin cavabı 50-dir. Qoyduq yerinə. Əbob AB-nin cavabı 5-dir. Qoyduq yerinə. Bərabərdir A vur B. Burada baxacaq A vur B bərabərdir. Nəyə uşaqlar? 250-yə. Yəni cavabımız oldu A variantı. 20-də A variantıdır. Keçdik 21-ci suala, fərqlidir deyə buna da baxırıq. 21-ci sualımız cəmi 63 və ən böyük ortaq böləni, yəni əbobu 9 olan 2 natural ədəd. Gəlin belə yazaq. Yazaq ki, A üstə gəl B bərabərdir 63-ə və əbob AB bərabərdir. Görsüz verilir yazmaq lazımdır. 9 olan 2 natural ədədin ortaq olmayan sadə vurğularının hasilinin ən böyük qiymətini tapın. Yəni bizə burada ən böyük şey lazımdır. Yaxşımı? Ən böyük şey lazımdır. Deməli 1-2 hal olacaq. İçindən ən böyüyünü seçəcəyik. Başlayaq. Necə başlaya bilərik? Baxın. Diqqətli olmalıyıq burada. Əbob AB 9 olmağı o deməkdir ki, mənim A və B ədədlərim hər ikisi 9-a bölünür. Yəni A-nın yerinə 9 vur x, B-nin yerinə də 9 vur y yaza bilərəm. Niyə x yazmadım? Çünki eyni ədəd deyil birincisi. Orada ortaq olmayan sadə vuruqlar yazıb. Deməli, bax burada x-dan y artı onun ortaq olmayan sadə vuruqlarıdır. Yəni əslində c x vur y deməkdir. Məsələn, nümunədən göstərim sizə, anlayacaqsınız. Tutaq ki, buraya yazaram 27, burada yazaram 36. 27-nin 36 nə bu? 9-dur da, düzdür. 27, 3 vur 9-dur. 36-da 4 vur 9-dur. Fikir verin.
3 ilə 4 nə oldu? Qarşılıqlı sadə. Yəni əbab çıxandan sonra yerdə qalan ədədlər bir-biri ilə qarşılıqlı sadə olur da. Onları da bir-birinə vuranda C alınır bilirik ki. Aha, bir də bunu silək. Hə, indi davam edirəm. Aparıb burada yerinə. Çox gözəl. Sildim buranı, eyb yox. A üstə gəlsin B bərabərdir 63. Deməli biz burada ən böyük nəyi tapacaq? C-ni tapacaq. Hə. Uşaqlar, baxın, mən A-nın yerinə burada təzədən köçürüm. A üstə gəl B bərabərdir 63 bilirdim də. A-nın yerinə 9x yazacağam. B-nin yerinə də 9y yazacağam. Bərabərdir 63-ə. 9-u ortaq vurub çıxaracağam. X üstə gəl Y bərabərdir 63. Hər tərəfi 9-a bölsəm X üstə gəl Y-in 7 olduğunu görürəm. Düzdürmü? İndi mən cəmi 7 eləyən ədədləri yazmalıyam bura. Ola bilər uşaqlar 1, 6 olsun, ola bilər 2, 5 olsun, ola bilər 3, 4 olsun. Yerinin fərqi yoxdur. Çünki yəni burada hasilini tapacağam da heç bir fərq eləməyəcək. İndi x-i 1, y6 götürdümsə, x, y hasili burada 6 olacaq. X-i 2, y 5 götürdüm və yaxud da tərsinə. Hasil nə olacaq? 10 olacaq. X-i 3, y 4 və yaxud da x-i 4, y 3 götürsəm, yəni hasil nəyə bərabər olacaq? 12-yə. Ən böyük hasil hansı oldu? 12. Deməli, biz C-nin ən böyük hasilini tapdıq. Cavab bərabər oldu nəyə? 12-yə A bəndi. 21-ci sualımızda. Aha, keçirəm 22-ci sualımıza. 22-ci sualımızda bizə deyir ki, əbob 8n kvadratı üstə gəlsin 6n, 8n kvadratı üstə gəlsin 10n. Bərabərdir 20. Təbii ki, n-lərlə ifadə olunmuş bir misal olduğuna görə çalışın ki, burada həmişə ortaq vurğu tam şəkildə çıxarın. Əvvəlcə rəqəmlərə baxaq. 8, 6, 8, 10. Ortaq nədir? 2. Bəli. İndi dəyişənlərə baxırıq. N kvadratı n, n kvadratı n. Deməli, n-i çıxartmalıyam da kiçik. Deməli, mən buradan 2n-i çıxardıram. Yazıram 2n vurulsun. Əbob. 8n kvadratını 2n-ə böldüm 4n. Üstə gəlsin 6n-i 2n-ə böldüm 3. 8n kvadratını 2n-ə böldüm 4n. 10n-i böldüm 2n-ə elədi 5. Bərabərdir 20. İndi baxın uşaqlar, bu ədədləri araşdıraq. Bu ədədlər, məsələn, n-in yerinə 1 qoysa, baxıram ki, 4 üstə gəl 3, 7, 4 üstə gəl 5, 9. Yəni, həm də çıxanda da görürəm ki, ardıcıl tək ədədlərdir. Fərqi 2-yə bərabərdir. Düzü deyə bilərsiniz, müəllim, fərqi 2-yə bərabər olan ədədlər olmaya bilər. Amma 4 n cüt ədəddir, üstünə də tək ədəd gələndə tək eləyəcək. Yəni, bunlar ardıcıl tək ədədlərdir. Ən sadə forması yerinə 1, 2 qoyun, yoxlayın, görəcəksiniz ki, ardıcıl tək ədədlər alınır. Aha, deməli, ardıcıl tək ədədlərdirsə, biz bilirik ki, ardıcıl tək ədədlər qarşılıqlı sadə ədədlərdir. Ona görə də onların əbobu 1-dir. Həmişə bu suallarda, bax, bu tip suallarda qayda var. 2n bərabərdir 20-yə, n də bərabərdir 10-a. Tapdıq n 10-dur. İndi bizə verib sual, əkob, n kvadratı üstə gəl n, n kvadratı üstə gəl 3n. Burada da istəyirsiniz n-i çıxardıb yazaq. N-i çıxartdım. Əkob, ortaq vuruq n olaraq çıxartdım. N üstə gəl 1, çünki n-ə böldüm. Burada da n-ə bölsəm bu ikisi nə olacaq? N üstə gəl 3. İndi uşaqlar, n-in yerinə 10 qoya bilərsiniz. 10 vurulsun, əkob. 10-un üstünə 1 gəldim, 11. 10-un üstünə 3 gəldim, 13. Bilirsiniz ki, 11 ilə 13 yenə qarşılıqlı sadə ədəddir. Onların əkobu hasili olacaq. 10 vur, 11 vur, 13. 11-i də 13-ə vuranda 143, onu da 10-a vuranda elədi 1430. Yəni, cavabımız oldu. Baxaq nə variantı? Y variantı. Aha, keçirik. 23-cü sualımız eynidir. Yox, eyni deyil. 23, 24 eynidir. 23 yazacağım. Oxşuyur. Əbob 2n kvadratı üstə gəl n. 2n kvadratı üstə gəl 3n. Aha. Bərabərdir n kvadratı çıxılsın 5n, üstə gəlsin 9. Olarsa, əkob n plus 2, n plus 5-i tapın. Əvvəlcə bunu həll edək. Yenə uşaqlar, ortaq vuruq. Nə görürsünüz? N. Mən deməmiş tapın özünüzdə. N vurulsun, əbob. N-ə bölürəm 2n, üstə gəl 1. N-ə bölürəm 2n, üstə gəl 3. Aha.
bərabərdir n kvadratı çıxılsın 5n üstəgəl 9. Gəlin baxaq, arızıl tək ədədlərdir də, düz deyil. Ona görə də əbaba 1-ə bərabər olacaq. Yəni n vur 1 n kvadratı çıx 5n üstəgəl 9. Bu n-i bu yana keçirsəm olacaq 0 bərabərdir n kvadratı çıxılsın 5n çıxılsın n üstəgəl 9. Yəni sol tərəf sağ tərəfdə yaza bilərik də, düzdür? Hər ikisinin yerini dəyişəndə işarə dəyişmir. Hər ikisini dəyişdim çünki. N kvadratı çıx 6n-də. Bu bizim müxtəsərlənmə düsturumuzda n çıx 3-ün kvadratıdır. Burada da n çıx 3 bərabərdir 0 olmalıdır təbii ki. Buradan da n bərabərdir 3-ə. N-i 3 tapdıq, gətirib qoyuruq sualımızda yerinə. Çünki bizə n üstəgəl 2, bir də n üstəgəl 5 oldu. 3-ün üstünə 2 gəldik 5. 3-ün üstünə 5 gəldik 8. 5 ilə 8 də qarşılıqlı sadə ədədlərdir. Çünki ortaq bölənləri yalnız 1-dir. Ona görə də bir-birinə vururuq. Cavab elədik 40. İndi keçirik 25-ci sualımıza. 25-ci sual, 26-cı sual ikinci qrupların blok imtahanında düşmüş sualdır. Yine diqqətli baxın. M üstəgəl n bərabərdir 49. Əkob m-in bərabərdir 70. İkisi də oxşardır. 26 düşmüşdür. 25 də onun eynisidir. Rəqəmləri dəyişib. Şərtlərini ödəyən m və n natural ədədlərinin böyüyünü tapın. Aha, yine bayaqki kimi biz düşünürük ki, əgər m və n ədədinin əkobu 70-dirsə, deməli bu iki ədəd 70 bu iki ədədə də bölünür. Bu iki ədəd 70-ə bölünür, düzdür? Yəni, məsəl üçün, tutaq ki, deyirəm sizə, elə 5-8 yazdıq, bayaq 40. İnşallah 45-ə bölünür, 48-ə bölünür də, düzdür? Bunda yazacağım ki, x bərabərdir, hər hansı bir x də, orada aldığım cavab 70 böl m. Y də bərabərdir 70 böl n. Bu formada yaza bilərik. Yəni, m-i buradan tapsam, m bərabər olacaq 70 böl x-ə. Burada x-dan y yəqin ki, məlum oldu ki, oxşar olmayan vuruqlardır yenə. N də bərabər olacaq 70 böl y-ə. Gətirib qoyaram burada yerinə. Yerinə qoyaram 70 böl x üstə gəlsin 70 böl y bərabərdir nəyə? 49-a. Aha, ortaq deməli, məxrəcə gətirsək, x vur y, burada olacaq 70 y üstə gəlsin 70 x bərabərdir 49-a, düzdürmü? 70-i ortaq vurub çıxartsam, x üstə gəl y, buradan çarpaz vursam, bərabərdir 49 vurulsun x, y. Şu an hər tərəfi 7-yə bölə bilərik. Burada qaldı 10 vur x üstə gəl y. Burada da oldu ki, 7 vurulsun x, y. Düzdür? Biz bilirik ki, burada x, y təbii ki, natural ədədlərdir. Əkob əbabdan söhbət gedir. O zaman x üstə gəl y-ın yerinə nə götürəcək? 7. X vur y-ın natural ədədlərdəki qayda, yəni. 10-dan 7-nin əkobuna gətiririk də 70-ə. X, y-ın yerində isə nə olacaq? 10. İndi düşünün, toplayanda 7, vuranda 10 hansı ədədlərdir? Təbii ki, 2 və 5. Deməli, x 2, y 5 götürdük. Bizdən də m və n natural ədədlərinin böyüyünü istəyir. Yəni, ikisini də tapaq görək hansı böyük olacaq. M bərabər idi 70 böl x-a, yəni 35. N də bərabər idi 70 bölünsün 5-ə, yəni 14. Düzdürmü? Bizdən də böyüyünü istəyirsə, cavab olaraq nə seçəcək? 35-i. Bu sualı yerinə ədəd qoyaraq da həll eləmək olur. Yəni, əkobu 70 eləyən, cəmi 49 olan ədədi düşünərək tapmaq. Amma bu yazdığım tam onun həllisi oldu. Burada əkob dəyişib əbab olsa, onda bayaqki kimi tərsinə yazmalıydıq ki, m bərabərdir 70 vur x, m bərabərdir 70 vur y. Amma əkob olanda artıq, çünki bizim əkobda 70 bölünür də bu iki ədədə, ona görə də 70 böl m, 70 böl n yazdıq. Ardı əslində rahat gəlir. Deməli, 25-ci sualımızı qeyd etdik. Dediyimiz kimi o blok sualıdır.
Baxırıq 27-ci sualımıza. Deyir ki, 2 ardıcıl cüt ədəd. Uşaqlar, 2 ardıcıl cüt ədəd 2n, 2n üstəgəl 2 götürə bilərsiniz. Əkob və əboblarının cəmi. Bilirik ki, əvvəlcə qeyd edeyim. Burada bir qaydanı yadımıza salacaq. Yəqin ki, bilirik ki, ardıcıl cüt ədədlər, məsəl üçün 4, 6 uşaqlar yadınıza salın. Əbob nədir? 2. Əkob nədir? 12. 4 vur 6 bölü 2. Deməli, ardıcıl cüt ədədlərin əbobu 2-yə, əkobu isə onların hasilinin yarısına bərabərdir. Aha. Bizə deyirdi ki, deməli, yerin indi burada fərqli yazdım. Normalda birinci bunu yazmalıydım. Yəni bu əkobun cavabıdır. Birində toplananların yerini dəyişəndə olsun, cəm dəyişmir. Aha. Cəmləri nəyə bərabərdir? 222-yə. İndi başlayalım misalı həll eləməyə. Burada ixtisar aparacağım bu 2 ilə. Olsun n vurulsun. Buradan da 2-ni çıxartsam 2 vur n üstəgəl 1. Bərabərdir 222-dən də bu 2-ni çıxıram. Edir 220. Burada da 2-yə bölsəm hər tərəfi n vur n üstəgəl 1 bərabərdir 110. İndi hansı ardıcıl ədədləri bir-birinə vuranda 110 eləyər? Təbii ki, 10 vur 11. 10 üstəgəl 1. Yəni, burada n nəyə bərabər olacaq? 10-a. Tapa bilməyənlər açıb kvadrat tənliyi həll eləməlidir. Ehtiyac yoxdur. Yəni, burada hasildir də, natural ədəddir. Yerinə qoyub rahatlıqla tapmaq olar. Tapdıq n-i 10. Bizdən bu ədədlərdən böyüyünü istəyir. Biz 2n üstəgəl 2 götürmüşdük deyə. Yox, kiçiyini istəyir. Kiçiyini istəyir. Digər varianta baxdım. Hə, kiçiyində 2n istəyir bizdən deməli. İstəzən yazaq. 2n. 2 vurulsun 10 bərabərdir 20. 27-ci sualda kiçiyini istəyir. 28-də böyüyünü istəyir. Bizim də kiçik ədədimiz 2n idi deyə 2 vur 10 20. Yəni cavabımız oldu 20. 28 n-dir yazırsınız. 29-cu suala baxırıq birlikdə. Dəqiqə. 29-da bizə deyir ki, A bölünsün B bərabərdir 3 böl 4. Yəni, A 3-ün misillərindən biridir, B isə 4-ün misillərindən biridir. İxtisar edilib, bu şəkildə yazılıb. Deməli, baxırıq. Əkob AB üstəgəlsin əbob AB bərabərdir 104. Olarsa B çıxanı tapın. Yəni, demək istəyirəm uşaqlar, A-nın yerinə 3K, B-nin yerinə də 4K götürürük. Olur burada 3K, 4K, 3K, 4K. K ortaq vurğu çıxartsam yerdə qalır əkob 3, 4. 3, 4-ün əkobu nədir uşaqlar? 12, çünki ardıcıl ədəddir. Üstə gəlsin. Yenə K-nı çıxartdım, yerdə qaldı 3, 4. 3, 4-ün əbobu nəyə bərabərdir? 1-ə. 12K üstəgəl K elədi 13K bərabərdir 104-ə. K da bərabərdir 104 bölünsün 13. Bu da elədi 8. Bizdən B çıx A-nı istəyir. Uşaqlar B çıx A, B-miz 4K idi. A-mız da 3K idi. 4K-dan 3K-nı çıxanda K, yəni elə bizim aldığımız cavab alınır. Yəni, cavabımız elədi 8. Aha. 30-cu sualda eynidir. Keçirəm ona görə. Növbəti sualımıza baxıram. 31-ci sual. Baxaq. Deyir ki, A böl B, A və B natural ədədləri üçün yaxşı yazaq. A və B natural ədədləri üçün A böl B bərabərdir 3-ə. Yəni, A B-dən 3 dəfə böyükdür. Deməli, A-nı 3K və belə 3K, K götürə bilərik də. 3K-nı K-ya böləndə 3 eləyir. B-ni də K götürürəm. Aha. Əkob AB. AB-nin yerinə artıq 3K, K yaza bilərəm. Düzdürmü? İşarələmə aparmışam. Bərabərdir 75-ə bu mənə verib. Və bizdən sual olaraq əbob AB-ni istəyir. Aha. Baxın uşaqlar. K-nı yenə çıxartdım qabağa. Yerdə qaldı əkob 3, 1. K-nı K-ya böləndə 1. 3 ilə 1-in əkobu nədir? 300 təbii ki. Çünki istənilən ədədlə 1-in əkobu böyük ədəd olur. Əbobu isə 1 olur. K vurulsun 3.
bərabərdir 75-ə. Onda k da bərabərdir. Nə olacaq? 25-ə. Deməli, bizim cavabımız hələ ki yox. K-nı 25 tapmışıq. Gəlin A-nı tapaq. A bərabərdir 3 vurulsun 25. Yəni oldu 75. B də bərabər idi K-ya, yəni 25-ə. İndi bizə bu ədədlərin əbobunu tapmaq lazımdır. Əbobunu tapmaq lazımdır. Baxaq, əbob. Deməli, 75 və 25. 75 25-ə tam bölündüyünə görə kiçik ədədimiz əbobdur. Yəni, cavab oldu 25. Əgər bizə olsaydı 75 seçəcəkdik. 32-ci sualımız eynidir. Keçirəm, saxlayıram. Deməli, 33-ə baxırıq. 33 n bərabərdir 57-nin kvadratı. Bəzi uşaqlarımızın həmişə verdiyi sual. Ədədin sadə vuruqlarının sayını tapın. Uşaqlar, deyirlər ki, müəllim, biz bu boyda şey hesaplamayıq. Xeyr, təbii ki. Burada ortaq vuruq var əslində. 57 və 38-ə fikir versəz, onlar 57 19 vur 3 deməkdir. 38 19 vur 2 deməkdir. Deməli, mən 57-nin yerinə 19 vur 3 yazacağım. Mötərizədə yazmağımın səbəbi odur ki, qüvvəti var. Ona görə hər ikisinə aid olmalıdır. 38-i də yazıram 19 vur 2. Əgər üstündə bu qüvvətlər olmasa, mötərizəsiz yaza bilərdiniz. Aha. İndi mötərizələri açacağım. 19 üstü 2 vur 3 üstü 2 görürsünüz, hər ikisinə aid olduğu kvadrat. Üstə gəl 19 üstü 2 vurulsun 2 üstü 2. Ortaq vuruq görürük. 19 üstü 2-ni çıxaracağım mötərizə xaricinə. Yerdə qalacaq 3 üstü 2, üstə gəlsin 2 üstü 2. Bunu hesablaya bilərəm də, bu kiçik bir şeydir. 19 üstü 2 bərabər 19 üstü 2 vurursun 3 üstü 2, 9, üstünə də gəldik 4, 13. Yəni 13 üstü 1, bu qədər. Bizdə sual deyir, sadə vuruqların sayı. Sadə vuruqların sayı 2, üstə gəl 1. Elədir 3. Yəni sadə vuruqların sayı 19, 19, 13. Uşaqlar 1, 2, 3. Bu deməkdir də 3 dənə sadə vuruqum var. Cavab oldu 3. Eynən 34-də bu şəkildə yazacaqsınız. 35-ci suala baxacağım. Deyir, A və B ardıcıl natural ədədlərdir. Ardıcıl natural ədədlərdirsə, bilməlisiniz ki, ardıcıl natural ədədlər, məsələn, 5, 6, nədə köp 30 hasili. Ardıcıl natural ədədlər qarşılıqlı sadə ədədlərdir. Onda burada görürsünüz, əköb AB verib. Onun yerinə yazacağım A vur B, çıxılsın, 2 vur. Əbob isə nəyə bərabər idi? 1-ə. Yəni, bu sırf qayda tələb eləyən sualdır. 3AB bərabərdir. 58-in üstünə 2 gəldik. 60. A vur B də bərabər oldu 20-yə. 60-ı böldü 3-ə 20. Cavabımız da oldu 20. Keçirik. 36 eynidir. Yazacaqsınız. 37. Bayaqki sualın əbob versiyası. Dedimi, blok imtahanına düşüb. Deyir ki, A və B ədədlərinin oxşur, yəni ona, ədədlərinin ortaq olmayan sadə vuruqlarının hasili. X, Y qəbul eləyək biz onu yenə. Ortaq olmayan sadə vuruqların hasili 15-dir. Olsun, yəni C yazın bura. Deyir ki, əbobu isə nəyə bərabərdir? 15-ə, yox 30-a. Əbobu isə 30-a bərabərdir. A üstə gəl B-nin ən böyük. Yenə bizə ən böyük A üstə gəl B cəmi lazımdır. Deməli, burada 1-2 hal var, seçəcəyik. Çox asandır. Əslində yazmaq olar bu sualı rahatlıqla. Deməli, əbobu 30-dursa, yəni mən belə başa düşürəm ki, deməli bu ədədlər 30, yəni məsələn, tutaq ki, deyirəm 6 ilə 8-in əbobu nədir? 2. Gördüyünüz kimi 6 2-yə də bölünür, 8 2-yə də bölünür. Deməli, A 30-a bölünür, B də 30-a bölünür. Yəni, yazaram X bərabərdir A bölü 30. Y bərabərdir B bölü 30. Düzdürmü? Yəni, buradan X-ı və X-in yerinə A bölü 30, B də B bölü 30. Yəni, bunlar hər ikisi də 30-a bölünən ədədlərdir. İndi mən burada daha uzun getmək istəmirəm. Buradan mən təbii ki, bilirəm ki, bu natural ədəddir də. Seçəcəm, uşaqlar. Buradan da A-nı yazım 30X, daha rahat olsun. B-ni də yazım 30Y.
Hə, indi baxın, vuranda 15 eləyən hansı ədədləri yaza bilərik? Gəlin yazaq. 1 ilə 15, bir də 3 ilə 5-də fərq yoxdur yerinin. Aha, gəlin tutaq ki, 1 götürsəm, x-ı 1, y-ı 15 götürsək. Onda bizdə birinci, baxın, x-ı 1 götürdük, y-ı 15 götürdük. Nə olacaq bura? 30, burada olacaq 30 vur 15, y-ı 15 götürülmüş yaxı 450. İkinci versiyada x-ı 3 götürürəm, 30 vur 3, 90. Y-da 5 olur, 30 vur 5 elədir. 150. Hə, indi baxın, cəmi ən böyük olan hansıdır? Təbii ki, birinci yazdığım. Bizə ən böyük cəmi istəyir axı. 30-un üstünə gələrəm 450 eləyər 480. Amma 90-ın üstünə 150 gəlsə 240 eləyəcək. Ona görə də bizdən ən böyük cəm istədiyinə görə cavabımızı nə seçdik? 480 seçdik. Bu qədər. Keçirik növbəti sualımızın izahına. Növbəti sualımız deməli 38-ci sualdır. Yenə də uşaqlar ortaq vuruq görürəm. N kvadratı vuruqlara ayırmalıyıq ki, sonra siz də görəsiz. Məsələn, burada n-i çıxara bilmərəm. Səbəb nədir? Bunlarda n yoxdur. Ona görə çıxara bilmərik. Uşaqlar, vuruqlara ayırmalıyıq. N kvadratı üstəgəl 5-in üstəgəl 6-nı vuruqlara ayıracam mən indi. Nə yazacam? N üstəgəl 2, n üstəgəl 3. Düzdür. Desəz necə vuruqlara ayırdıq? Viet teoremindən əslində kömək ala bilərsiniz. Yadınızdadırsa, toplayanda -5, vuranda isə nəyə bərabər idi? 6-ya. O da olur -2 və -3 və bizim belə bir düsturumuz var idi. A vurulsun, yadınızda x çıx x1, x çıx x2. Ona əsasən bizdə A1-dir, 1 vurulsun, x da n-dir misalımızda. N çıxılsın -2, bir də n çıxılsın -3. Kökləri çıxırıq elə bir. Buradan da alınır n üstəgəl 2, n üstəgəl 3. Və yaxud da sizə baxanda bilinir də, bura vuruqdur. Bax, 2, 3. Vuranda 6 elədi, toplayanda da 5 elədi. Bu formada da yazmaq olar. Burada da onda vuranda 8, toplayanda 6, 2, 4 olacaq. N üstəgəl 2, n üstəgəl 4. Aha, bərabərdir 5-ə. Ortaq vuruq görürsünüz. Bəli, n üstəgəl 2. Onu çıxardırıq qabağa. Yerdə qalır əbob. N üstəgəl 3. Bir də n üstəgəl 4 qaldı içəridə. Uşaqlar, görürsünüz, onlar ardıcıl ədəddir. Yəni, bunu görmək üçün rahat bir şəkildə fərqinə baxın, 1 eləyir. Fərqi 1-dirsə, ardıcıl ədədlərdir də. Ardıcıl ədədlərin əbobu nə idi? 1. Yəni, bunu silib yerinə nə yazacam? 1. Olacaq n üstəgəl 2 vur 1, yəni n üstəgəl 2 bərabərdir 5-ə, n də bərabərdir 3-ə. Baxaq, 38-də bizdən elə n-i istəyirdi. Deməli, cavabımız oldu 3. Aha. Keçdik 39-cu sualımıza. 39-da deyir ki, 120 və 180 ədədlərinin ortaq natural bölənlərinin sayını tapın. Ortaq natural bölənlərin sayını tapmaq üçün gəlin onun nəyində baxırız əbobunun. Əbobun natural bölənlərin sayını tapsaq kifayətdir. Deməli, 120 ilə 180-in əbobu 60-dır. Baxanda bilirik, 120 60-a böləndə 2, 180 60-a böləndə 3. Böləndən aldığımız cavablar qarşılıqlı sadə ədədlərdir. Amma yenə də göstərim. Yəni, ümumi qayda ilə təbii ki, həmişə tapa bilərsiniz uşaqlar. Hı-hı. 180, 2, 90, 2, 45, 3, 15, 3, 5, 5, 1. Ortaq olanları seçək. O da oldu 2 vur, 2 vur, 3 vur, 5 eləyir. Nə? 4, 15, 60. Gördüyünüz kimi bu şəkildə. İndi bizə 60-ın natural bölənlərin sayını tapmalıyıq. Natural bölənlərin sayını tapmaq üçün həmin ədədi əvvəlcə sadə vuruqlara ayırırdıq. Yadınızdadırsa, daha səliqəli yazaq. Bir saniyə. 60, 2, 30, 2, 15, 3, 5, 5, 1.
Yazırdıq 60 bərabərdir 2 üstü 2. Niyə? Çünki 2-dən 2 dənədir. 3 üstü 1, bir dənədir 3-dən. 5 üstü 1. Natural bölənlərin sayını tapmaq üçün üstdəki sayları bir vahid artırıb bir-birinə vururduq. Yəni n, b, s natural bölənlərin sayı. Vurulsun 1 üstəgəl 1, vurulsun 1 üstəgəl 1. O da oldu 3 vur, 2 vur 2. Yəni 12. Deməli biz onun natural sual belə idi ki, ortaq bölənlərinin, natural bölənlərin sayını tapın. Onu tapmaq üçün əvvəlcə nəyi tapdıq? Əbabu tapdıq. Əbabu tapandan sonra ortaq bölənlərin sayını tapdıq və misalın cavabını almış oluruq. Deməli 39-da cavabımız oldu 12. Keçirik 40-cı sualımıza. Baxaq 40-a. A bərabərdir 2 üstü n vurulsun 3 üstü m sadə vuruqlarının sayı. Sadə vuruqların sayı n üstəgəl m-dir. Bilirsiniz ki, sadədir aşağıdakılar. Ona görə də üzərindəkilərini topladım. 8. N üstəgəl m bərabər 8. Natural bölənlərinin sayı. Bilirik, natural bölənlərin sayı indi dedik, üstünü bir vahid artırıb. Təbii ki, bu dediyim qayda aşağıdakı ədədləri sadə olandadır daha. Məsələn, burada 6 olsaydı bunu parçalamalıydınız. İndi sadədir də 2 ilə 3. N-in üstünə 1 gəlirəm, M-in üstünə 1 gəlirəm. Onu da bizə cavabını verib 24. Bizdən modulda M çıxılsın N-i istəyir. Bunu istəyir. Yaxşı, baxaq. Deməli, gəlin baxaq, nə qoysaq alarıq biz burada. Açaq mı? Vurub aça bilərik əslində. Gəlin açaq. N vur M. Üstə gəlsin M, üstə gəlsin N, üstə gəlsin 1 bərabərdir 24. M üstə gəl N-in yerinə 8 qoyaram. Olar N vur M, üstə gəl 9 bərabərdir 24. Buradan da aldıq ki, N vur M bərabərdir 24-dən çıxdıq 9-unu 15. Əla. Deməli, uşaqlar, vuranda 15, toplayanda 8, 3 və 5-dir təbii ki. N3, M5 fərqi yoxdur. Bizdən, yəni N5, M3 də ola bilər. Modulda ona görə fərqi soruşub, görürsünüz. Yəni 3 çıx 5 də yazı bilərəm, 5 çıx 3 də yazı bilərəm. Onsuz da moduldadır. Cavab eləyəcək 2. Deməli 40-cı sualın cavabı da oldu 2.